Dünən Roma papası Türkiyəyə gəlib, aləm dəyib bir-birinə. Merhaba asker. İlk öncə onu deyim ki, bu Roma papasının Türkiyəyə ilk gəlişi deyil. Türkiyəyə ilk ayaq basan Roma papası 6-cı Pavel idi. O 1967-ci ildə İstanbul Patriarxı Afinaqorun dəvəti ilə İstanbula gəlmişdi. Bu çox tarixi səfər idi əlbəttə ki. Düzdür, bundan bir neçə il əvvəl onlar Qüdsdə görüşmüşdülər, amma Şərqi Roma imperiyasının mərkəzi olan İstanbulda, onların Konstantinopol adlandırdığı İstanbulda onların son 1000 il ərzində ilk görüşü idi. Bilirsiniz ki, 11-ci əsrdə 1054-cü ildə Xristian kilsəsi iki böyük hissəyə ayrıldı, katoliklər və ortodokslar, pravoslavlar və ondan sonra bunlar bir-birinə rəqib, bəzən düşmən bir dini təriqətlər idi. Onlar ilk dəfə deməli İstanbulda 1967-ci ildə görüşdülər. Dini ayinlər həyata keçirdilər ilk dəfə. Amma burada bir məsələ var. İş orasındadır ki, Roma papası üçün İstanbula gəlməkdən daha vacib İznik ziyarət etmək idi. İznik, keçmiş adı Nikeya, xristianlar üçün çox müqəddəs bir şəhərdir. Xristianlığın ümumiyyətlə müasir tanıdığımız formada qlobal din formasını alması 325-ci ildə 1-ci Nikey toplantısı və yaxud 1-ci İznik konseyi, türklər belə adlandırır onu, bununla bağlıdır. 325-ci ildə Roma imperatoru Konstantin, 1-ci Konstantinin təşəbbüsü ilə orada bir böyük toplantı keçirildi və xristianlıq belə deyək təsis olundu. Çünki bu vaxta qədər xristianlıq bir din kimi qəbul olunmurdu. O sekta, hətta sekta yox, sektalar şəklində Roma imperiyasının tərkibində mövcud idi. Onların özlərinə görə ayinləri var idi, özlərinə görə inancları var idi və onlar dövlət tərəfindən tanınmırdı. Tam tərsi, o dinin daşıyıcıları təqib olunurdu, öldürülürdü. Məsələn, İsa'nın həvariləri, ən yaxın həvariləri Pyotr, Pavel, onlar onun təlimini yaydığı üçün öldürülüblər. Amma bu fikirlər, bu xristianlıq ideyaları bütün Roma imperiyasına bu və ya digər şəkildə yayılmışdı və bu fikirlər həmcins deyildi. Hərə öz bildiyi kimi bu fikirləri yayırdı. O vaxta qədər qəbul olunmuş ən əsas xristianlıq ideyası Arianlıq idi. Arianlıq prinsipcə xristianlıq idi, amma onlar İsa'nın ilahi mahiyyətini qəbul eləmirdilər. Onlar hesab edirdilər ki, İsa Allahın yaratdığıdır və onun peyğəmbəridir, bəli, amma heç bir halda müqəddəs ruh və Allahın bir hissəsi deyil, Tanrının bir hissəsi deyil. Nikey və ya İznik toplantısında bu fikirlər tamamilə dindən kənar cəhalət olaraq qəbul edildi, Arianlıq dindən çıxarıldı və İsa'nın müqəddəs ruhla, Tanrı ilə vəhdəti təsdiq olundu ki, müasir xristianlığın da əsasını bu təşkil eləyir. Yəni, xristianlığın təriqətindən asılı olmayaraq birləşdirici ən əsas ünsürü nədir soruşsanız, o budur. Müqəddəs üçlük. Ata, oğul və müqəddəs ruh. Ata, Tanrı, oğul, İsa və müqəddəs ruh, bu onların arasında belə bir körpü rolunu oynayan bir varlıq, yəni qeyri-material bir varlıq və bu həm katolisizmdə, həm pravoslavlıqda, həm protestantlıqda, bütün bu xristianlıq təriqətlərində ortaq məqam budur. Və bu ortaqlıq, bu prinsip, bu əsas, bu təməl ilk dəfə 1-ci Nikey toplantısında təsdiq olundu. Bundan başqa xristianlığın təməlini və formasını müəyyən edəcək digər qaydalar da təsdiqləndi o toplantı zamanı. Məsələn, Pasxa bayramının vaxtı və keçirilmə qaydaları və çox vacib məqam, müqəddəs Qüds taxtına xristianların iddiası təsdiqləndi. Bilirsiniz ki, Qüds şəhəri xristianlar üçün də müqəddəs şəhər hesab olunur. Onun əldə etmək uğrunda əsrlər boyu dəfələrlə xaç yürüşləri həyata keçirilib. Bunun əsası həmən o 1-ci İznik toplantısında qoyulub. İndi isə qayıdaq Roma papasının dünən Türkiyəyə gerçəkləşdirdiyi səfərə. Bu səfər öz əhəmiyyətinə görə bəlkə də o 1967-ci ildə Roma papasının İstanbula ilk səfərindən daha da vacibdir. Çünki bu səfərin əsas məqsədi həmən o 1-ci İznik toplantısını və yaxud 1-ci Nikey toplantısının gerçəkləşdirildiyi İznik şəhərinə səfər etmək idi. Bu torpaqlara türklərin sahib olduğu dönəm ərzində, nə Səlcuqlar dönəmində, nə Osmanlı dönəmində, nə də sonra onların əsasında qurulmuş Türkiyə Cümhuriyyəti dönəmində bu səfərə icazə verilməmişdi. Təşəbbüslər isə çox olmuşdu.
Bilirsiniz, Türkiyə Cümhuriyyəti 1923-cü ildə oktyabrın 29-unda təsis olunub Atatürk tərəfindən. Bir il bundan sonra zamanın Roma papası 11-ci Piy artıq yeni qurulmuş cümhuriyyətin başçısı olan Atatürkə müraciətlər ünvanlamağa başladı. Bu müraciətlərin səbəbi bir şey idi. Onun Türkiyəyə, daha doğrusu İzniyə ziyarətinə icazə vermək. Çünki 1925-ci ildə birinci İzni toplantısının 1600 ili tamam olurdu və bu xristianlar üçün müqəddəs tarixdə Roma papası həmən o toplantının keçirildiyi şəhərə, keçirildiyi yerə gəlmək istəyirdi. Amma Atatürk buna icazə verməmişdi. İndi isə 2025-ci ildə həmən birinci İznik toplantısının 1700 ili tamam olur. Və təbii ki, bu yubileyi, müqəddəs yubileyi məhz İznikdə qeyd eləmək üçün Roma papası, hətta bundan qabaqki Roma papaları da bunu özündən sonra gələcək papalara vəsiyyət etmişdi ki, bu İznik toplantısının 1700 illiyini İznikdə qeyd etsinlər. Və Vatikan da durmadan Türkiyə hökumətinə müraciətlərdə bulunurdu. Mən sizə bir söz deyim, bu danışıqlar uzun müddətdir gedir və mənim şəxsən qənaətimə görə burada Azərbaycanın da rolu olmamış deyil. Çünki Azərbaycan deleqatları neçə vaxtdır Vatikanda görüşlər keçirilir. Azərbaycanın isə həm Türkiyə ilə, həm Vatikanla əlaqələri bildiyiniz kimi çox yaxşıdır. Və mənə elə gəlir ki, burada Azərbaycanın da rolu olmamış deyil ki, bu da yaxşıdır. Yəni kiçik dövlətlər düzgün istifadə edə bilirlərsə, araçılıq rolu da onların bir resursudur. Ayaqda qalmaq üçün, xüsusən də böyük dövlətlərin əhatəsində, aqressiv dövlətlərin əhatəsində olan kiçik dövlətlər bunu zaman-zaman edir tarixən. İsveçrəni yada salın, Lüksemburqu yada salın, Belçikanı yada salın. Belə misallar tarixdə və siyasətdə çoxdur. İndi isə qayıdaq nəyə görə bu səfərin bu dəfə icazə verilməsi məsələsinə. İş orasındadır ki, 1925-ci ildə Türkiyə hələ təzə qurulmuşdu. Hələ 2 il keçməmişdi Cümhuriyyətin elan olunmasından. Türkiyə daha zəif idi, həm iqtisadi, həm hərbi, həm siyasi baxımdan. Xristian dünyası isə, Xristian Avropası isə, baxmayaraq ki, 1-ci Dünya müharibəsi təzə bitmişdi, baxmayaraq ki, orada problemlər çox idi, dini baxımdan, ideoloji baxımdan daha güclüydü. Katolik dini daha güclüydü. Roma papasının nüfuzu daha yüksək idi. Və həmən dönəmdə o səfərə icazə verilsəydi, bu Türkiyə üçün böyük problemlərə gətirib çıxara bilərdi. Bilirsiniz ki, xristianlar üçün bir neçə müqəddəs şəhər var. Onlardan biri Vatikandır, biri Qüdsdür, biri İstanbuldur, biri isə İznikdir. İznik bunların arasında heç də digərlərindən geri qalmayan, öz əhəmiyyətinə, öz müqəddəsliyinə görə bir şəhərdir. Və həmən dönəmdə İstanbulla yanaşı İznikin də xristianlar üçün müqəddəsləşdirilməsi ki, Roma papasının o zamanki səfəri belə bir müqəddəsləşdirməyə zəmin yarada bilərdi. Roma papası orada İzniki xristianların müqəddəs şəhəri elan edə bilərdi. Və bu Türkiyə üçün böyük problemə çevrilə bilər. Çünki Avropa qitəsi, xristian Avropa qitəsi yenidən Türkiyəyə qarşı birləşə bilərdi. Orada iki müqəddəs şəhərinin olduğunu əsas gətirərək ümumiyyətlə Türkiyəyə qarşı müharibə elan edə bilərdilər. Ona görə də o zaman bu səfərin icazə verilməməsi tamamilə başa düşüləndir və tamamilə doğru bir qərar idi. İndi gələk günümüzə. Günümüzdə mənzərə tamamilə fərqlidir. Türkiyə güclüdür, həm iqtisadi baxımdan, həm siyasi baxımdan, həm çox vacib məsələ hərbi baxımdan regional gücdür. Bundan başqa öz Türk Dövlətləri Birliyi modelini və layihəsini inkişaf elətdirmək üzrədir. Türkiyə bu dəqiqə qalxınış mərhələsini yaşayır. Ümumiyyətlə bütün türk dünyası, xüsusən də Türkiyə. Katolik kilsəsi isə bunun tərsinə düşüş mərhələsini yaşayır. Keçən illərdə belə bir xəbər getdi ki, Roma papası Vatikan büdcəsinin ölkənin, Vatikan bilirsiniz şəhər ölkədir, xərclərini ödəməyə çatmadığını elan etdi. İş orasındadır ki, Vatikanın büdcəsi əsasən dünyada səpələnmiş, dünyada yaşayan katoliklərin iyanələri əsasında formalaşır. Bu inanclı insanların sayı isə ildən ilə azalır. Bunun bir çox səbəbləri var. Bu detallara girməyək. Burada artıq Türkiyə üçün risklər minimaldır. Qazanclar isə çox ola bilər. Məsələn, Vatikan Türkiyənin Avropa Birliyinə qoşulmasına kömək edə bilər, öz dəstəyini verə bilər. Çünki bilirsiniz ki, Türkiyənin Avropa Birliyinə alınmamasının əsas səbəbi dini faktordur. Digər məsələlərdə Qərblə, Avropa ilə, hətta Amerika ilə bilirsiniz ki, hazırki Roma papası ilk Amerikalı Roma papasıdır. Yəni Şimali Amerikalı, bundan qabaq Cənubi Amerikalı olmuş. Amerika ilə, Avropa ilə aralarının yaxşılaşdırılmasında həm Türkiyənin, həm də bütün İslam dünyasının bu səfər çox yaxşı rol oynaya bilər. Ona görə də bu səfərin əhəmiyyəti çox böyükdür. Türkiyədə bununla bağlı böyük fikir ayrılıqları var. Amma mənim fikrimcə bu səfərin Türkiyə üçün ziyanı yox, tam tərsinə xeyri ola bilər. Amma təbii ki, məsələlərin necə cərəyan edəcəyini zaman göstərəcək.
Dostlar, xatırladım ki kanalımız yenidir. Ona görə də kanalımıza abunə olun, şərh yazın və videolarımızı paylaşın ki, bərabər inkişaf edək. Diqqətinizə görə minnətdarım.